Böyük bir sevginin nifrətə çevrilməsinə cəmi bir transfer kifayət etdi. Bu, indiki dövrümüzdə Messi'nin Real Madrid'e və ya Cristiano'nun Barsa'ya keçməsi kimi bir şey olardı. Düz 25 il bundan əvvəl də belə bir transfer baş tutmuşdu. Bugün biz futbol tarixinin ən səsküylü, dırnaq arasında ən satqın transfer barədə danışacağıq. Luis Felipe Madeira Cairo Figo, Portuqaliyalı yarım müdafiəçi, 4 qat İspaniya və İtaliya çempionu, 2 qat kubok və 3 qat super kubok sahibi, Çempionlar Liqasının qalibi, həmçinin Portuqaliya və İtaliya kubokları, 2 qat UEFA Super Kubokunun qalibi, 2000-ci ildə Frans futbol tərəfindən dünyanın ən yaxşı futbolçusu seçilib və Qızıl Top mükafatını alıb. İyulun 1-i 95-ci ildə Figo Barsa'ya keçir. Həmin ərəfələrdə o Portuqaliyada bəlkə də ulduz hesab olunurdu. Ancaq dünya arenasında hələ ki özünü sübut etməmişdi. Buna baxmayaraq gənc oyuncuya 7 nömrəli forma verilir və əsas heyətdə yeri ayrılır. İlk sezonda Figo 8 gol və 4 asistlə yadda qaldı. Bir il sonra isə gol plus pas sistemi ilə 16 xal yığdı. 3-cü sezonda isə o artıq Barsa'nın liderinə çevrilmişdi. O artıq bir çox kuboklar qazanmış və Barsa'nın kapitanı idi. Arxası ilə daha bir çempionluğu gəldi. Çempionluğu qeyd edəndə tribunadan həmin o məşhur ifadəni dedi. Madriddəki zəiflər, diz çəkin çempionların qabağında. Biz bir ailəyik, eşq olsun Barsa'ya, eşq olsun Kataloniyaya. Figo ilə imzalanan son müqavilədə isə belə bir bənd var idi. Oyuncunu almaq istəyən klub 60 milyon ödəməlidir. Həmin dövr üçün bu astronomik bir rəqəm idi və bu pulu ödəyəcək bir klub yox idi. Əgər mən prezident seçilsəm, dünyanın ən yaxşı oyunçuları Realda oynayacaq. Artıq Figo'nun Real'a keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı və azarkeşlər çox narahat idi. Figo isə heç bir yerə getməyəcəyi haqqında açıqlama verdi. Lakin daha sonra yeni müsahibəsi klubun ona qiymət vermədiyini bildirmişdi. Bununla Figo yeni müqavilə imzalayıb daha çox maaş əldə etmək istəyirdi. Ancaq Barcelona rəhbərliyi buna razı değildi. Ən sonda isə Figo daha bir müsahibə verdi və Barsalıların ürəyini rahatlaşdırdı. Mən heç yerə getmirəm, Barsada qalacağam. İyulun 24-ü 2000-ci ildə Real'ın yeni prezidenti öz sözünü tutur. Luis Figo Real Madrid oyuncusudur. Həmin vaxt onun 27 yaşı var idi. 6 ay sonra isə Figo qızıl top aldı. Katalanların ən qorxulu yuxusunda belə görmədiyi başlarına gəldi. Madrid onların ən çox ümid bəslədiyi oyuncusunu əllərindən aldı. Bundan sonra Figo Camp Nou-ya hər gəldikdə ümumiyyətlə dünyada heç bir oyuncusunun rastlaşmadığı nifrəti və uğultunu eşidir, üzərinə şüşə qablar atılırdı. Vaxt keçdikcə azarkeşlərin Figo'ya olan nifrəti daha da artırdı. Hakim oyunu saxlayıb meydandan hər kəsi çıxarmışdı. Daha sonra Figo'ya azgözlüyün simvolu olan donuz başı atılmışdı. Bu transfer hadisəsi o qədər səsküylü olub ki, üzərindən 22 il keçməsinə baxmayaraq, hələ də öz aktuallığını qoruyur. 3 il bundan öncə Figo'nun İşi adlı sənədli filmdə çəkilir. Hardakı bu hadisələr Figo'nun dilindən danışılır. Onun dediyinə görə, hər şeyi meneceri səs salıb. Aranı qarışdıran da elə odur. Ümumi olaraq belə bir təəssürat yaranır ki, Figo həmin dövrə qayıdıb hər şeyi dəyişmək istərdi. Ona görə yox ki, o Real'ı sevmirdi. Sadəcə olaraq tarixin ən yaxşı oyuncularından biri kimi yaddaşlarda qala bilərdi. Bunun əvəzində isə bir klub tərəfindən satqın kimi tanınır.